Azerbaycan Radyosu'nun Kızıl Fondu. Halk yaratıcılığı. Bulaq. Axşamınız xeyir olsun. Abahar sorağına tonqal çatan, şam alıştıran, xoş niyyətli, nur diləkli illilərimiz. Teli İpək Cunalı, Əli Bayram Xınalı, xanım xatın gözəllərimiz. Yağı qadası yiğidlərimiz, El övgüsü ulularımız. ağ bir çaylarımız. Xoş gördük sizləri. Pəri arvad bir xonça bəziyir. Noğullu nabatlı, allı güllü. Xonçanı xırda şamlardan bəzər. Qızın həsini alanda alışdıracam deyər. Qədir kişi xəbər alar ki, səməni göyərib marvad. Nə göyərib, boyu bir tutam olur. Ətri ev dolusu, ruzudur eyzan. Səməni göyəribsə, xeyr işi də ta göyərtmək məqamıdır. Səlimgilə gedəndə səmənini də götürərsən. Bolluqdur, sayadır, hər hal düşərli olar. Pəri arvad camoxdandakı sandığı eşər. Qırmızı atlasdan şürüm kəsib, çəkər səməninin belinə. Nədir? Qız qapısına gedəcək. Axşam yatarlar, səhər durub görərlər bağ-bağçada əl gəzir. Elə biləsən, ağacların qol budağına göylərin nuru yanır. Tanrının gavalısı da bir başqa hava oxuyur. Özünü bağçanın şahı sayır. Şaftalı qız kimi qızara çiçəkləyir. Bağa keçərsən ha, budaqlar az qalar boynuna dolana. Yer ayağın altda gümbur döyünər. Külək dərələrin, dəhnələrin duman örpəyini alıb qaçırar. Yurdu yaz sorağı ilə salamlayar. Ha deyərlər, qocalar inanmaz. Xəbər alarlar ki, haça quyruq gəlibmi? Qaranquşa deyərlər haça quyruq. Gəlib anənə, gəlib baba, gəlib. Bugün aynamızı döydü, onda gördüm. Pəri arvadın üzü nurlanar. Bir büküm darçını muştuluq elər uşağa. Bahar soraqlı olasan deyə, ver nənənə xamıra qatsın. Qədir deyər, samanın zamanı bitdi arvad. Sonra çəkib tökər qış samanını, od vurar, tonqal çatar. Ətəyin iğaz, atıb odun üstən, sümüyün yüngülləşər onda. Çodar deyər, balam, pəyənin yalan olmasın, tiri də göyərdi, yaz ta nəyə deyirsiniz, hay? Odur ki, mal davarı çəkdi yaz yamacına. Bir ağız otarmışdı, gördü bir boz sərçə gəldi, qondu qaşqa inəyin buynuzuna. Çodar bədəlin sümüyü gizildədi. Balam, boz sərçə, boz ayın nişanasıdır. Tələsmişəm mən deyəsən. Malın başını döndərdi. Ağzı yaz otundan dada gələn heyvancığaz könülsüz döndü. Amma neyniyəsən? Bozayın xəsiyyəti tündü.
Gərək bu aydan gözləyəsən bərəkəti. Birdən Çodar bədəl talada qar çiçəyi gördü. Bir-biridir. Dedi, dərim aparım evə, qəssab qızına bəxşiş eləyib. Qar çiçəyi eyzan ruzuydu. Baharın ilkin çiçəyi idi. Kimin rastına bu çiçək çıxsa, baxtına baxtəbərlik gətirərlər. Ocağın odunu qurtarmışdı. Səlim baba düşdü talvardan baltanı götürə, meşəyə oduna gələ, gördü, baltanın sapı göyərib. Dedi, Kərəm, yatıb yuxuya qalıbsan, ay. Yaz həmin axşam adamların yuxularına girdi. Kimi ağ göyərçin, bir başqası qız gəlin, ulular, ağsaqqallar da bir ağac surətində gördülər yazı. Səhər baxdılar, dünyanı gül ətri basıb. Qızlar başmağını bulaq başında itirdilər. Satıl sənəyin suyun boşaldıb, bahar nuru ilə doldurdular. Gözəllər ayna deyib sulara baxdılar. İgidlər dağlara güvənib öyündülər. Qocalar yazdan yapışıb qalxdılar. Hələ bu ahıllar yaz elçiliyinə gedəsiydi. Oğul qız toyu, nəvə şadlığı keçirəsiydi. Və nədir? Bundan üzü belə bir ağ yel əsib, dağların sinəsini yumşaldar. Dağ çayları dərələrə köç səsi salar. Arxların suyu indən belə bu bağdan o bağa gül aparar. Bundan üzü belə çobanın ayağı altına yığılmaz. Çölü ruzu ətri basar. Mal dırnağı dağ keşnişini bastar. Ətri otlaqla bir olar. Çöl adamının əlinə girəvə düşər. İynəncə gəlib dağlar nazlısının yerin tapar. Sonra doğalıq tərənin sorağına düşərlər. Cincilim ha cincilim, adaxlını dindirim. Elə bunu demişdi, bir topa pırpız saç cincilim çıxar uğruna. Deyir, mal örüşdən dönəni, çobanın qazancı bir heybə qutab tərəsi olar. Çodar bədəl bu qutabı tək yeməz. Arvadına eşitdirər ki, Səlimin gəlini qundaqlıdır, iyi çəkər. Xanımnaz da bir büküm göy qutabın dəstərxana büküb aparar qonşuya. Yaz nubarıdır deyər. Bahar gələni, belə qonşu payları evləri ruzulu elər. Bu evin qazanı o evdə, o evin plovu bu evdə çəkilər. Xörəyin, payın addısını, daddısını bahar sayasına qonşu payı göndərmək qədimlərdən də olur. El cəmaat güman eləyib ki, bahar payı ocağın bərəkətin birə beş edər. Torpaq üzə durmuşdu. Səndən hərəkət, məndən bərəkət deyirdi. Ulular öyüd elədi ki, abala, torpağı darıxmağa qoymayın. Cırın yaxasın. Torpaq dilə gəldi. Öldür məni, dirildim səni. El bir olub yaz şumunu sürdü. Kisələrdə qalıb yaz həniri ilə gümüldənən sarı buğdanı yerə səpdiyini gördülər. Yaşıllıq bir kim qalxdı, mat qaldılar. Bu vədə cavanların günahını üzürlü saydılar. Yaşıl ayın qırımından qan qaynayandı dedilər. Dəliqanlıda nə taxsır?
Bulanıq axan çaylarında, gül gətirən arxlarında, haça quyruğun yaz sorağında, torpağın yaşıl xonçasında, ağacların ağ narıncı çiçəyində bu yurdun baharı, bolluğu, bayramı gəlirdi. Səməni göyərdib yazı evlərə çəkən insanoğlu torpaqla, bağ-bağatla, gül çiçəklə qovuşurdu. Onçu da baharı belə həsrətlə, niyyətlə gözləyirdilər. Yar, sözümüz, əhdimiz harda qaldı yar? Qoy bizim devranımız bahar olsun yar. Əhdimiz, yılqarımız qoy var olsun yar. Ömrümün bu gülü bülbülü bağında, ömrümün bu gülü bülbülü bağında. Ne buranaya duman ne gar olsun yar, ne buranaya duman ne gar olsun yar, ne buranaya duman ne gar olsun yar, ne buranaya duman ne gar olsun yar. İnsanoğlu yaşıl aydan yarıyar, dərdini yaza açar, niyyətini yaza deyər. Qarı nənə söynər ki, mart gözünə barmağım, yaza çıxdı ovlağım. Yaz uğruna evin yatırı çölə çəkilər, çırpılıb təzədən döşənər. Ocaqlar bahar qazanı qaynadar. Uşaqlar bu vədə qapını döyər, papaq turlayar, pay alar. Qazağın Sadıqlı kəndində oxlovun ucuna torbanı keçirib, astaca qapıdan içəri tutub pay istəyərlər. Kimi yerlərdəsə uşaqların bahar payı alması baca-baca oyunu Yunan olur. Belə də gərəkli evin damına çıxıb torbanı bacadan sallayasan. Baxdına nə qoydular odu da? Cavanlar bu vədə aş bişirmə deyilən bir adət də keçirdilər. Qızlar axşam çağı rəfiqələrdən birinin evinə yığışır. Tədarük üçün hamı sovqat gətirir, plov bişirir, birgə şam eləyir, yelləncək qurub yellənirlər. Bu şad günlər nişan qoyulan, bəlgəsi alınan, üzü yaparılan, elçi göndərilən cavanların nazlı süslü vədələridir. Martın axır çərşənbəsi Qazaq tərəflərdə dan atmaq, Qasım İsmailov Tovuz ellərində çillə çıxartmaq kimi qeyd olunur. Bu vaxt qonum qonşunun cəm olduğu evlərə xanəndə çağırırlar. Axşamdan səhərəcən şadlıq şadyanalıq sürür. Hünəri var biri yatsın. Bax onda həmin adamı düz paltarından yorğan döşəyə tikirlər, hal əhvalına gülürlər. Martın 20'si qışla yazın vida görüşü hesab olunur. Bayram süfrəsi qurulur. Bu vaxt həm axşam, həm də sübh çağı həyətlərdə tonqal çatır. Bu gecə çay, bulaq suyunda yuyunmaq adətdir. Xalq inamıdır. Bu vaxt ürəyində nə niyyət tutsan, çin olar. 22'si səhər tezdən çayda yuyunub tənək çubuğunun altından keçmək ellərimizdə adət. Bir baharın təhvil təslim axşamı qızlar bir tay corab giyərlər. Yatmazdan əvvəl duzlu kökə yiyərlər. Güya yuxuda su verən oğlan həmin qızın baxtına çıxacaq. Yaxşı yaman xalq inamıdır da istəhlilər, deyirik biz. Hələ bir Tovuzda görün neynirlər. Neynirlər? Dönük Çırıqlı kəndində cavanlar 2 iynə götürür. İynələrin bir ucuna pambıq doluyur. İçərisində su olan qaba atırlar. İynələr ucuca dayansa hesab eləyirlər ki, arzularına çatacaqlar. Bu, diləklərin həyata keçəcəyinə inandır. Arzu diləyiniz çiçəklənsin istəyirlər. Yaz bayramı. Saz bayramı, söz bayramı.
toy düyünlə qarşılar. Bu günlər Dədə Ozanların yadigarı saz dinər, söz yaşıllaşar. Saza sözə tapınan ustadların söz yatırı, səməni kimi sinələrə çəkilər. El hikməti gözə nur, qola qüvvət, ürəyə təpər gətirər. Bu günlər qədim Naxçıvandan yaz soraqlı bir məktub alır. Ulu olmuş Əli Şamilov yaz ətirli günlərdə o tərəflərin tanıqlı söz ustalarından soraq verir. Bu yerlərdə ululaşan, əfsanələşən ağsaqqallar çox olur. Belə ağsaqqallardan biri də Ululu Kərimdir. Ululu Kərimin ustadnamələri, nəsihətləri məclislər yaraşığıymış. Şahidlərin dediyindən Kərimin əsli Qarabağ xanlığının Ululu tayfasından olur. Cavankən Şahbuzun aşağı Remeşin kəndinə gəlib. Elə buradaca Gülü adında bir qızla evlənib. Ondan 2 oğlu olur. Kəndin 100 yaşlı sakini Həmid Əbdüləli oğlu, Ululu Kərimin oğul nəvəsi Dəllək Kərimqulunu yaxşı xatırlayır. Kərimqulu təxminən əsrimizin əvvəllərində 80-100 yaşlarında vəfat edir. Deyilənə görə gözəl məclis aparar, babasının şeirlərini çalıb oxuyarmış Kərimqulu. Xalq hesabına görə Ululu Kərim ötən yüzilliyin əvvəllərində dünyadan köçüb. Digəl kənd Şahbuzda bu el sənətkarını qədir-qiymətlə yada salırlar. Yaşı 60'a adlamış Musa Nəcəfov eşidib ki, saz bayramıdır. El şairi Ululu Kərimin bir təcnisini bizlərə göndərir. Ay ağalar, dərdim həddən aşıbdır. Ərzi halım sizə deyim tək atək. Gah hazır ərənlər, qırxlar sultanı, müşkülüm var, yet dadıma tək atək. Sərindən tökülüb siyah telləri, buxağında dəstə-dəstə gülləri, yadıma düşəndə şirin dilləri, məcnun ollam, mən gəzərəm tək atək. Kərim deyər, yaralarım yaradan, xəstə cismim sızıldarsan yaradan, yeri göyü, hər şükürşü yaradan, imdad eylə, yet dadıma tək atək. Sizlərə qədim Ağbaba mahalından Aşıq İskəndərin bir saz havasını pay eləyəcəyik. Aşıq İskəndərə görə ruhani saz havasının yaradıcısı Çıldır mahalı tərəflərdə Urfani adlı bir sənətkardır. Deyilənə görə 19-cu yüzilliyin əvvəllərində yaşamış Urfani, Gürcüstanlı Xəstə Hasanla deyişib. Bəylər Urfanini iş üstə qoyurlar ki, Xəstə Hasana bağlama desin. Xəstə Hasan da arif adammış. Bağlamanı açıb, bəylərdən dustaq qardaşı oğlu Bayramı buraxmalarını təvəqqə eləyir. Aşıq İskəndərə görə qədim ruhani havası, bax indi onun çalacağı havaya yaxın olur. Sonralar başqa sənətkarların hesabına taycana cilalanır. Görək necə çalır Aşıq İskəndər.
bilməcə. Deyir baharda gülənin ömrü güllüyər. Gülü silməsin ev eşiyinizdən. Belə nəql eləyirlər ki, ötənlərdə bir kasıb kişi olur. Aman zaman bir danası varmış ki, kökəldib sata, bir dərdinə yarandıra. Dələduzlar görürlər ki, fağırdır, deyirlər, gəl tovlayıb bunun danasını kəsək. Məxləz gəlirlər kasıbın yanına, gündən güzərandan vaysanıb qayıdırlar ki, bunun bir əlacı var. Gərəkdir növbə ilə hərəmiz bir heyvan kəsək, paylaşdırıb yiyək. Bəlkə yaza bir təhər yetişə bildik. Kasıbın da dərdi, kasıbçılıqda. Razı olur. Amma işi elə qururlar ki, püşk birinci kasıbın danasına düşür. Çəkib kəsirlər, paylaşdırıb aparırlar. Üstündən bir gün ötür, kasıb gözləyir, indi gəlib deyəcəklər ki, hə, indi də buyur, bir pay apar. Görür, heç səs çıxmır. Bilir, onu toğlayırlar. Odur ki, dananın gönün qurudub, xırda doğrayır. Kisiyə doldurub çıxır bazara. Hayharay salır ki, ay ləl cəvahirat alan, kisə qarışıq, bir neçə top yaxşı parçaya dəyişirəm. Tacir elə bilir, bu avamdır. Odur ki, bir neçə top parçaya kisəni dəyişir. Kasıb parçaları götürüb gəlir evə. Fırıldaqçılar xəbər tutub gəlirlər onun yanına ki, bu nə olan şeydir? Kasıb ərinmir, əhvalatı danışır. Xəbərimiz yoxdur deyir, bazarda gönü qızıl qiymatına götürürlər. Dələduzlar o saat gelib danaların kəsirlər, gönü qurudub ikisiyə doldururlar. Bazara çıxardıb başlayırlar hay-haray salmağa. Ay yaxşı gön alan, ay yaxşı gön alan, hay! Bunu eşidənlər qayıdırlar ki, gönüm var, apar ver suya. Adam dolamsan, başlayırlar onları ələ salıb gülməyə. Görürlər kasıb onları alladıb, odur ki, döymək qərarına gəlirlər onu. O da bu qəsdi bilib götürülür. Dağda bir tacirə rast gəlir ki, tacir də sürünü satmağa aparır. Başlayır qışqırmağa. İstəmirəm, ay balam, istəmirəm də, bay. Tacir soruşur ki, nəyi istəmirsən? Kasıb deyir, bu padişahın qızın zorla mənə verirlər, ay balam, belə də şey olar, bay. Mənim də tərs kimi öz adaxlım var. Tacir də bu vaxt ağıllı çıxır. Deyir, ay balam, sən istəmirsən, mən ki istəyirəm. Gəl paltarımızı dəyişək. Məxləs, paltarları dəyişirlər. Əli payalılar gəlib taciri o ki var, nə yemisən turşulu toğ əti döyürlər. Qol qıçından tutub atırlar dəryaya. Tacir paltarı geymiş kasıbsa, sahibsiz sürünü götürüb gəlir kəndə. Kasıbı qovarağa qatanlar bu işə mat qalıb gəlirlər onun yanına. Soruşurlar ki, ay kasıb, sən bizim başımıza oyun açdın. Bu sürü hardandır? Kasıb deyir, dəryadan. Necə ki, siz məni dəryaya atıb getdiniz, görürəm, dəryanın dibi bir otlaq, bir sahibsiz sürü də otlayır bu otlaqda. Hələ bir neçə sürü də qaldı, gətirənmədim. Bunu eşidəndə götürülürlər dərya kənarına. Biri tez toğluq eləyir, birinci mənə atıra edir. Atırlar. Yazıq boğulub başlayır əl qol atmağa. Elə bilirlər ki, sürünü görüb, onları da çağırır, bir-birinin dalısınca atılırlar suya. Görürlər, kasıb onlara yaman kələk gəlir. Onlar üzə-üzə bu dünyadan köçdülər, biz də sizlərə sağlıq arzulamaq üçün qayıtdıq. Yaz durnalarla, qaranquşlarla gələr. Gəlib qapını bağlı görsə, inan, pəncərədən girər. Qovaq ağacının başında leyləyin yuvası göyərər. Quşların yaz nəğməsi başlar. Uşaqlar bu uşarıların dalısınca qaçıb, ağ quşum, ağarçınım, göy quşum, göyərçinim deyir. Yaz gözdən könülə köçdü. Babalar dedi, torpaq əhdin aldı balam. Şirin oğul gətirdilər.
mübarəkdarlıq elədilər. Elçi gəlib qız aldılar, qan qohumu oldular. Yurt deyilən, vətən deyilən, başına bahar adlı bayram tacı qoyub yallıya başladı. Ta qədimdən baharı belə gördük, belə yaşadıq istəylilər. Qulaq dədənin də bu vədə sizlərə yaz arzusu var. Ömrünüz yaz kimi yaşıllasın. Bahar süfrəniz ellər üzünə açıq olsun. Arzu mətləbiniz bahar ocaqları kimi yolunuza nur calasın. Neynim, necə eləyim deməyəsiz. Bahar nəfəsli yığnağın söz yükünü qələmə alan Ağalar Mirzədir. Sağ olun, sağlıqla qalın. Azerbaycan Radyosu'nun Kızıl Fondu.